marşı da hansı büdcə ilə aldı? Adi belə sınavi vətəndə işləyir, özünə deyir, un vermək asır. Bu nə deməkdir? 35 ildən çoxdur bu Ayda nə qədər, hakimiyyətdir. sən prezidentin ayda nə qədər maaş alır? Prezidentin qanununun maaşı 9000 manat. 9000 manatla o boyda mülkləri, o boyda villaları, o boyda Londonda küçələri, İngiltərədə küçələri, adaları, Fransada nə bilim imarətgahları hardan aldı? Biznesi çünki Bravo çox Paşa böyükdür. evləndi, bilirəm. Hə? Çünki biznesi çox böyükdür. Həddən artıq böyük biznesləri var. Abi biznesi hansı büdcə ilə qurdu? Bu özü narkoman, bu özü qumarbaz olub. Hansı büdcə ilə qurdu bu biznesi? Qumar oynamağını görməmişəm, amma onu bilirəm ki, onun siyasəti belə çox güclüdür. Onu sənə demək istəyirəm. Belə qaldı, Putinin də var da, başqa prezidentdən danışıyor da, Erdoğan günləri var. Yaxşı, Azərbaycanda bu qədər